asfaltda. İstədiyimiz kimi dönə bilirik. Amma yağış yağdığı təqdirdə necə olur bu proses? Deyirik motosikl çətindir yağışda. Necə dəyişir? İlkin etaplardan biri motosikl onsuz da ani hərəkətləri sevmir, yağış olduqda ümumiyyətlə sevmir. Bundan əlavə olaraq yüksək gücdə, yüksək dövrdə sürməyimiz daha yaxşıdır. Skorus az, dövr isə yüksək olmalıdır. Və bu ağ xəttləri görürsünüz, onlara dəymək olmaz. Çünki üstü gedənlər heç, amma üstü getməyənlər sizi yıxıda bilər. Bu qıraqdakı ağ xəttlər var, məsələn, bunlar yıxıda bilər. Çox suyun içindən keçməyək, çünki təkərlərin arasındakı boşluqlar var, onlar dolur. O dolmağı bizə ziyandır. Bundan əlavə olaraq yüksək, daha doğrusu sürətli bir şəkildə tormuz vermək olmaz. Belə götürüb birdən-birə sıxmaq olmaz. Limon sıxırmış kimi asla-asla sıxmağımız lazımdır. Aha, buradan gedirik. Tamam. Limon sıxırmış kimi asla-asla sıxmağımız lazımdır. Bu da əsas nüanslardan biridir. Dönəndə ehtiyatlı dönürük. Daha çox balansa diqqət edirik. Motosiklin biraz arxasına otururuq. Burada boş yer saxlayırıq. Dönəndə özümüzü əyirik. Motosikli əymirik. Nəyə görə? Çünki özünü əyəndə motosikl dik saxlasan, nə qədər dik saxlasan, bir o qədər daha yaxşı yerə tutunur. Sən əyildikcə, motosikl əydikcə, görürsünüz, piyada keçidlərinin buralardan keçirik. Sən özünü dik tutub motosikli əyəndə istər-istəməz təkərin yerlə məsafəsi azalır. Burada havanın təzyiqi söhbəti də var. Təkərin təzyiqi nə qədər olmalıdır? Məsələn, məndə RS200-dür. Mən təzyiqi 2-dir. 2.5-dədir. Yəni belə eləyirəm. Bu çox daha yaxşıdır. Görürsünüz burada məsələn. Əsasən maşınların tonunuzu çox daha rahat tutduğu üçün onlar üçün heç bir problem yoxdur. Normalda bilirsiniz ki, maşının sağ və yaxud da sol təkərinin arxasında gözləyirik. Amma yağış yağdığı təqdirdə orada gözləməməmiz daha yaxşıdır. Çünki təkərin arxasından keçən sular təzədən bizim üzümüzə dəyə bilir. Ona ehtiyat etmək lazımdır. Çünki ani refleksiv bir tormuz vermək bizi yıxıda bilər. Çox sürətli yıxıdar. Əgər bol sulu yerlərdən keçəcəksinizsə, fikir verin. Ayaqlarınızı yuxarıya qaldırın, belə dizlər yuxarıda olsun. Keçin. Ağların üstündən getmirik. Ayaqlarınız yuxarıda olsun ki, ayaqlarınızın özünə su dəyməsin. Uzun bir müddətdə bu da sizə problem yaradar. Küləyə baxırsınız. Külək hardan əsirsə, məsələn, buradan külək əsir. Mən özümü daha çox bura verirəm. Görürsünüz, motosikletin biraz qırağındayam. Balansı qoruya bilmək üçün. Küləkdən yaranan balansı qoruya bilmək üçün. Özümü biraz daha qırağa verirəm. Bir də ki, təkərin daha yerə yapışmağı üçün, biz bilirik də, təkər sürüldükcə yerə daha yaxşı yapışır. Daha yerə yapışmağı üçün bir müddət qısa dövrdə sürün ki, bütün təkər vərdiş eləsin. Asfalt ilk yağışda yuyulur. Təzə-təzə yağanda asfalt yuyulur. Lükların üstündən keçməyin. Əsas məsələlərdən biri. Lüklər burada indi plastikdir, amma dəmir ola bilir. Dəmir olanda bu da sizə problem yaradacaq. Lükların üstündən keçmirik. Bu qədər. Əsas onu istəyirdim ki, bəzi insanlar deyir ki, bəs motosikl yağış yağanda sürmək çox təhlükəlidir. Bilən adam üçün heç nə təhlükəli deyil. Oxuyan, öyrənən insan üçün heç nə təhlükəli deyil.